Salam, əgətən Sərmət Oğurlacaq, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxslər eləyir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınıza dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə özəldən mənə yaza bilərsiniz. Bu günlər 11 aprel 2025 tarixidir və mən sizin üçün bir neçə iş elanla qısaca olaraq tanış eləmək istəyirəm. İş elanları həmişə olduğu kimi yenə də çoxdur, 5-ci gündür. Şənbə və bazar günü deyil. Ona görə də kifayət qədər çoxdur. Pizza şirkətində misal üçün növbə menecer işi var, çoxlu sayda sürücü işi var, çoxlu sayda aşpaz işi var, yoldaşlar, çoxlu sayda xadimə işi var, fəhlə işi var, ambardar işi var, ofis meneceri, resepsiyon işləri var, Qarabağda iş var, misal üçün Laçında xatırlayan iş var, ondan sonra Şuşa oteldə iş var, onu xatırlayıram. Sonra təcrübə proqramları var gənclər üçün, sonra remote iş var, xəbəriniz olsun. Sonra nə var, usta işi var, misal üçün 700 manatlıq, sonra tibbatçı işi var, qəssab işi var, 1200 manatlıq, mühafizəçi işlər var, yoldaşlar, bir neçə nəzarətçi işi var. Sonra mexanik işləri var, hovuz nəzarətçi işi var, sobatçı yanında köməkçi işi var, direktor köməkçisi işi var, kran sürücüsü işi var, misal üçün 1000 manatlıq, sonra kara sürücüsü var, 600 manatlıq, hər ikisi üçün qaydadır. Sonra bağban işi var, yoldaşlar, 1000 manatlıq, yəni baxa görə bu bağban işi nə idi, detallarını verim sizə, bunun haqqında məlumat olaraq. Bu bağban işi Botelli şirkətindədir, Şuxovdadır. Bax, belə bir işdir. Sonra ofis köməkçisi işi var, yoldaşlar, Qulod Mediada, həkim koordinator işi var, sürücü ekspeditor işi var, regionlar üçün ona nə deyirlər, nəqliyyat vasitəsini idarə edən region üzrə sürücüyə nə deyirdilər, regional təmsilçi işi var, maşınla sürür, ona nə deyirdilər, yanından çıxdı, o işlər var. Onun biri Cənub bölgəsində olmalıdır, digər misal üçün Tovuz, Gəncə zonasında olmalıdır, səhv xatırlamıramsa. Sonra ambardar işi var, Bravo'da süpermarketində mühafizəçi işi var, amma əmək haqqısı güclü deyil, xəbəriniz olsun. İstehsalat operatoru işi var, qablaşdırıcı işi var, sonra Xankəndində də iş var, xəbəriniz olsun. Xankəndindəki işin adını xatırlamıram, amma nə iş idi o? Belə, yoldaşlar, bu və digər iş elanlarına tanış olmaq üçün ümumiyyətlə iş axtarışınızda dəstək verilmək üçün özəldə mənə yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın, gününüz xoş keçsin, həftəniz gözəl olsun.